Hər vaxtınız xeyir olsun Səs Televiziyanın dəyərli tamaşaçıları. Bildiyiniz kimi uzun müddətdir ki, mən sizlərlə görüşmürəm. Ona görə də bugünkü görüşümüz məncə xüsusilə böyük bir əhəmiyyət kəsb eləyir. Çünki bugünkü mövzumuz nə siyasətdən, nə problemlərdən, nə də başqa mövzulardandır. Bugün biz insanın sırf ruhunun qidası olan musiqiyə toxunacağıq, sənətə toxunacağıq, ifaçılara, eyni zamanda Savalan qrupunun keçmiş tarixinə və bugününə maraq salacağıq. Bununla əlaqədar olaraq studiyamızın qonağı Savalan qrupunun bədii rəhbəri, ustadımız İffət Əskərovdur. İffət bəy, xoş gəlmisiniz, xoş gördük sizi. Təşəkkür edirik ki, bizim dəvətimizi qəbul edib studiyamıza təşrif buyurmusunuz. Mən təşəkkür edirəm dəvətinizə görə. Çox sağ olun, minnətdaram. İffət bəy, bayaq da elə qeyd etdiyim kimi, düşünürəm ki, mən musiqi insanın ruhunun cilasıdır, insanın ruhunu qidalandıran əsas elementlərdən biridir. Bəs sizi musiqiyə gətirən, sizi musiqidə əsas motivasiyanıza çevrilən nə olub? Vallahi, o mənim dəqiq yadıma gəlməz, çünki uşaqlıqdan o sevgi olub musiqiyə, ələxüsus da kamança alətinə. Yəni, bu yaxında da dostlar soruşdular ki, necə olub musiqiyə gəlmişsən? Çox sadə bir cavabdır. Yəni, 2 ayağımı uşaq vaxtı dirəmişəm bir başmağa ki, mənim musiqiyə kamança sinifinə qoyum. Yəni, belə olub. Bəxtim gətirib ki, çox gözəl müəllimlər mənə dərs veriblər. Nə deyim valla, ancaq sevgi ilə olub bu. Uşaqlıqdan hansı musiqilərə daha çox qulaq asmısınız? Kimlərdən təsir edilmisiniz ki, sizi yəni kamançaya, bu sənətə gətirən əsas amili olub? Habil Əliyevə çox qulaq asmışam. Yəni, onu sevib kamançanı sevmişəm. Hətta sonralar mənə deyirdilər ki, uşaq vaxtı metroya minəndə, balaca olmuşam da, o pilləkənləri keçəndə qorxub dayanmışam. Habil elə bir ki, arxadan götürüb mənə bura deyirdilər mənə ki, Habil, sənə əli dəyib, sən yaxşı sənətkar olacaqsan. Yəni, kamança olaraq Habilə çox qulaq asmışam. Sonra bəstəkar mahnılarına, Şövkət Ələkbərov, Gülağa Məmmədova, İslam Rızayevə, yəni ki, bu şeylərə, mahnılara çox marağım olub, çox qulaq asmışam. Kamança sinifində, musiqi məktəbində oxuya-oxuya rayalla maraqlanmışam, özüm üçün məşğul olmuşam. Sonra və kamança məktəbində klassik musiqi ki, təhsil, tədris olunur. Avropa musiqisi, belə klassik musiqilər. Ən çox mənim elə bir ki, istəyim o musiqiyə keçib. Çox bəstəkarların məşhur əsərlərini ifa eləmişəm tələbəlik vaxtı, tələbəlikdən biraz sonra da olub. Sonralar Səhil Rüstəmovun orkestrdə çalışmışam. O vaxtlar Araz xalq çalğı alətlərində piyanist kimi iştirak eləmişəm. Çox gözəl. Demək olar ki, bir çox, necə deyək, alətləri ifa eləyə bilirsiniz. Təkcə kamança ilə yəni yetmir, bitmir sizin sənətiniz. İstərdim biraz Savalan qrupu barədə danışaq. Sizin əsas fəaliyyət göstərdiyiniz, necə deyim, ən sevdiyiniz məkanlardan biri olan, sözlərdən biri olan Savalandan danışaq. Bəs İffət bəy, Savalan necə yarandı? Biz bu qrupa necə qoşuldunuz? Necə oldu bu proseslər? Savalandan danışanda ilk öncə yada düşən Novruz Novruzludur. Allah qəni-qəni rəhmət eləsin. Amin Allah. Çünki Savalanın yaradıcısı oldu. Savalanı yaradan Novruz Novruzludur. Mənim Novruzla tanışdığımdan sonra mənim bütün həyatım, həyata baxışım, dünyaya baxışım, hər şey dəyişdi. Yəni, Novruza qədər mən bir başqa adam olmuşam, bir başqa şeydə olmuşam. Novruzu tanıyandan sonra zaman-zaman Savalan qrupu yaranıb 2000-ci ildə.
Biz Novruzla tanış olmuşuq 1996-cı ildə. Qəribə bir tanışlığımız olub. Yəni, mən evdə olarkən Novruz bizə gəlib, tanımırdı. Bəli. Bir neçə nəfərlə gəlmişdilər. Nəsə bir mahnı hazırlamaq lazım idi, aranjировка eləmək lazım idi. Ona ilə bağlı gəlmişdilər. O cür bizim tanışlığımız başladı. Sonra elə yolda rastlaşırdıq, salamlaşırdıq, yavaş-yavaş bir söhbət eləyirdik, şey eləyirdik. Sonra oturduk, başladıq, hardasa oturub çay içməyə belə. Yavaş-yavaş bir münasibət yarandı aramızda. 2000-ci ildə Savalan qrupu yarananda mən orada olmamışam. Bu yaranıb və olub orada 12 nəfər üzv olub. İlk dəfə yarananda. Sonra dağılıb, gedən gedib, qalıblar 4 nəfər. Novruz Novruzlu, Həlimə Sultan, Fəxrəddin Salim, bir də Cavad. Ney ifaçısı idi. Azərbaycanımızın o tayından oranın vətəndaşı idi. 2004 olardı təxminən. 2004-cü ildə Novruz fikir eləyirdi ki, Cavad gedir, biz nə edəcəyik? Yəni, ney olmayacaq, Azərbaycanda da ney salan yoxdur. Varsa da elə-belə, yəni qane eləmir də, belə deyək. Mən özüm ona təklif elədim ki, mən neyi kamança ilə əvəz eləyərəm. Dedim, mümkün deyil, dedim, olacaq. O şəkildə hələ Cavad getməmişdi. Mən Savalan qrupuna, məşqlərinə qoşuldum. Məşqlər davam elədi. Demək olar ki, 2005-dən başlayaraq mən Savalanda tam artıq fəaliyyətdə oldum. Cavad artıq getmişdi. Öz şəxsi studiyamızda başladıq Savalan qrupu üçün yeni mahnılar yazmağa, səsləndirməyə. Məsələn, Nəsiminin qəzəllərinə müraciət elədik, Şah İsmail Xətayinin qəzəllərinə müraciət elədik. Bu arada sizdə yaxşı şey deyilir, xoşuma da gəlmir, amma bir faktdır ki, açığı mən heç fikir verməmişdim. Bir dostumuz mənə xatırlatdı ki, bilirsən, Azərbaycanda ilk adamsan ki, Şah İsmail Xətayinin sözlərinə musiqi bəstələmisən. Nə maraqlı. Hə. Yəni, mən fərqində deyildim, heç maraqlanmamışdım ki, görəsən belə bir şey olub. Sonralar gəzdik, Avropaya getdik, Amerikada olduq, Türkiyədə dəfələrlə olduq, yaxşı, gözəl, yaddan çıxmayan çıxışlarımız oldu, qastrollarımız oldu. Bəs bu qrupun adını niyə məhz Savalan qoydunuz? Yəni, xüsusi bir məna kəsb eləyirmi? Onu mən dəqiq deyə bilmərəm. Dəqiq deyə bilməzsiniz. Bəs qrupun adını kim qoydu? Ya, birlikdə yaratdınız bu qrupu? Yox, yox. Mən qrupa sonradan gəldim. Daxilimiz, bəli. Bəs nə əcəb Novruz Novruzlu sizə qrupun məhz Savalan olmasından məncə danışıb? Savalan yəqin ki, Azərbaycanı təmsil edən, yəqin ki, bir simvol olaraq. Bəli. Bu cür ola bilər, başqa cür düşünmürəm. Bəs İffət bəy, sizcə Savalan qrupunu digər qruplardan fərqləndirən əsas xüsusiyyəti nədir? Çünki günümüzdə elə zamanında da müxtəlif qruplar olub, musiqi qrupları olub, ifaları olub, çıxışları olub və s. Və Savalan qrupunun fərqliliyi, özəlliyi digərlərindən nədən seçilir, nə ilə seçilir? Savalan ruhsal musiqi ilə məşğuldur bu günə qədər. Düzdür, çox fasilə oldu. Novruz dünyasını dəyişəndən sonra demək olar ki, 7 il fasilədən sonra qrupu birtəhər bərpa eləyə bildik. Şükürlər olsun. Düzdür, tam yeni üzvlərlə. Bəli. Bu günə qədər də həmin o ruhsal musiqi, belə deyək də, sufi musiqi, ruhsal musiqi, yəni ruhun ehtiyacı olduğu bir musiqi ilə məşğuldur. Bəs qrupun daxilində yaradıcılıq prosesi hazırda necə gedir? Allah, yığışırıq, məşq eləyirik, hazırlaşırıq.
ayın 14-də konsertimiz də olacaq. Bəli, elə mən buradan da qeyd etmək istəyirəm ki, əziz bizi izləyən tamaşaçılar, Savalan qrupunun mayın 14-ü saat 20:00-da Beynəlxalq Muğam Mərkəzində xüsusi konsert proqramı olacaq. Bu konsert proqramı Dost, Dost, Dost adlanır və konsert proqramı Azərbaycanın tanınmış musiqiçisi Novruz Novruzovun xatirəsinə ithaf olunub. Ümumiyyətlə, Savalan qrupunu sevənlər, Novruz Novruzovun xatirəsini yad etmək istəyənlər, bizim Savalan qrupumuza dəstək olmaq istəyən şəxslər biletləri iTicket platformasından asanlıqla əldə edə bilərsiniz. Bəli, İffət bəy, istəyərdim biraz Savalan qrupu barədə danışaq. Mən hiss edirəm ki, siz Novruz Novruzlu barədə danışanda biraz emosiyalara qapılırsınız, bəlkə də kövrəlirsiniz, bilmirəm. Məncə dost hər adama deyiləsi söz deyil. Məncə sizin kimi bir şəxs də hər adama dost kəlməsini istifadə etməz. Ümumiyyətlə, Novruz Novruzu barədə istərdim danışaq. Sizin üçün nə ifadə eləyirdi? Necə oldu ki, Novruz bəylə necə deyim, vidalaşmaq məcburiyyətində qaldıq və s. Vidalaşmaq məcburiyyətini mən onu deyə bilmərəm, Allahın işidir. Onu biz bilmirik. Kənardan baxanda sadəcə gecə yatdı, səhər qalxmadı. Çox pis təsir eləmişdi. Biz hətta Novruz dünyasında yaşandan sonra uşaqlarla yığışıb xatirə konserti eləmək istəyirdik. Yəni, məşqi başlaya bilmirdik. Yəni, hər hansı bir mahnını başlayanda bizi alınmaq istəyirdi. Yəni, alınmırdı heç cürə. Neysə, biraz zaman keçəndən sonra bir təhər o xatirə gecəsi oldu. Novruz bu dünyanın adamı deyildi. Bir yaxın dostumuz var. Novruz dünyasını təzə dəyişmişdi. Zəng elədi ki, gəl görüşək. Sahil bağında gəzişib söhbət elədik. Arada bir söz işlətdi. Dedi ki, bax Novruz, Həlimət belə aralaşır. Fəxrəddin belə uzaqlaşdı, Cavad o sərfə getdi, kim gəlir biraz olur, sonra gedir. İffət getsə necə olacaq? Qayıtdı, dedi ki, İffət getməyəcək, o axıra qədər qalacaq. O söz məni çox tutmuşdu. Yəni ki, mən bir-birimizi çox istəyirdik Novruzla. Bir-birimizə çox bağlıydıq. Amma o dərəcədə mənə olan inamından mənim xəbərim olmayıb. Yəni, o qədər bağlı olmuşuq ki, məsələn, hər dəfə söz düşəndə misal çəkirəm onu ki, evdən çıxanda telefonu tapa bilmirsən də, olur belə anlar olur da. Telefonu tapa bilmirəm, otururam belə ki, Novruz zəng elə də, anında zəng vururdu. Yəni, o qədər bağlıydıq bir-birimizə. Novruzun sayəsində mən musiqidə olan baxışım, fəaliyyətim hamısı dəyişdi. Siz bayaq bir söz istifadə elədiniz ki, mən Novruzdan sonra tamam başqa cür olmuşam, Novruzdan bir də sonraki həyatım olub. Ümumiyyətlə, bunların arasındakı fərq nələrdən ibarətdir, İffət bəy? Dedilər ki, Novruz gözəl insandır, bir başqası dedi ki, o insan deyildi, o ruh idi, gəldi, getdi. Doğrudan da elə idi. Novruzu tanıyandan sonra mən Allaha daha yaxın olmuşam. Belə deyək də, indi demək olar, Novruz sufi idi. Yəni, tam sufi həyatı yaşayan bir insan idi. Bilmirəm, o hissləri necə demək olar, mən bilmirəm. Onun verdiyi şey, yəni ki, Novruzla getmişəm, Mövlana Həzrətlərini, Şəms Həzrətlərini ziyarət eləmişəm, yəni bir çox ziyarətlərə getmişik. Yəni, bütün içim dəyişib Novruzla.
Bütün məncə həyata baxışınız da dəyişib Novruz bəylə birlikdə. Bəs istərdim biraz bu notlardan çıxaq, biraz sizdən danışaq. Bəs İffət bəy, bir mahnı yaranarkən, bir mahnı yaratmaq istəyərkən və yaxud ifa etməmişdən qabaq, ümumiyyətlə sizin burada əsas rolunuz nə olur? Nədən ilhamlanırsınız? İlhamınızı daha doğrusu nədən alırsınız? Sözün içində olan mənada. Yəni, qısa desək belə. Söz nə deyirsə, sözün ruhu musiqidir, sözün də qəlbi onun ritmidir. Əslində biz heç nə bəstələmirik, hər şey o sözün içindədir. Onu oradan çıxarıb bizə buyuruq. Bəs ifa etdiyiniz mahnılarınızın arasında sizin üçün özəl olan, xüsusi olan hansısa biri varmı? Öz mahnılarımızın, bəli, yəni Savalanın ifasında. Mən qrupa gələndən sonra Novruzun ifasında Tofiq Quliyevin Qafil Oyan mahnısını işlədik. Yəni səs saldı. Bəli. Novruzun oxuduğu hər şey yaxşı idi. Mənim bəstələdiyim Şah İsmail Xətainin sözlərinə olan Arifov musiqisi var. Novruz onu elə ifa edib ki, indiyəcən qulağımdan getmir. Sizin elə qeyd etdiyiniz o Qafil Oyan həqiqətən də çox populyarlaşdı. Bugünkü gündə belə ona musiqiyə tələbat var, dinlənilir, qulaq asılır və xüsusi, necə deyim, fərqlilik qatır deyə bilərəm. Sizin o dediyiniz Şah İsmail Xətainin sözlərinə olan ifanız da eyni ilə o cür. Düşünürəm ki, sənətkarın gördüyü işlər zaten təqdirə layiqdir, alqışlanasıdır. Düşünürəm, Savalanı da savalan edən sizlə Novruz bəyin birləşməsi idi. Sizlə Novruz bəyin o dediyiniz aranızdakı olan, necə deyim, ahəng kəsb edən dostluğunuz ola bilər, anlaşmanız, energetikanız və s. Biz Allahdan Novruz bəyə buradan rəhmət diləyirik. Yeri, məkanı cənnət olsun. Təbii ki, sənətkarlar unudulmur, sənətkarlar tək-tük olur. Onları nə unutmaq mümkündür, nə onları yenidən canlandırmaq mümkündür. Yalnız və yalnız biz onların ifalarını, biz onların sənətlərini, xatirə gecələri sizin etdiyiniz kimi təşkil edib yalnız yaşada bilərik. Təbii ki, onlar unudulmur. İstərdim biz bugünkü Azərbaycan biraz musiqisindən danışaq. İffət bəy, ümumiyyətlə, bugünkü gün sizcə Azərbaycan musiqisində, Azərbaycan musiqi sənətində nə kimi problemlərimiz var? Görünənlər problemdir, görünməyənlər əfsus ki, görünmür. İstedadlar çoxdur, amma ortalıqda deyirlər. Bəli. Yəni, bugünkü gün Azərbaycan musiqisi demək olar ki, bayağılıqdan ibarət olub. Toy mahnıları, rakıdı-çıkıdı, ancaq belə... O da lazımdır, amma o da lazımdır, bir yerə qədərdir. Bəli, insanın ruhuna xitab eləmir, insanın ruhunu qidalandırmır və dincəltmir, mən düşünürəm ki. Ümumiyyətlə, bu cür bayağılığa qarşı ümumiyyətlə nə düşünürsünüz? Sovet vaxtında nə qədər bəyənməsəydi, bir yaxşı şey var idi. Həm pis idi, həm yaxşı idi, bir senzura var idi. Hər adamı efirə buraxmırdılar. O özü bir çətinlik idi ki, efirdə hər bir şey geçməsin, bəstəkarlığın mahnıları səslənirdi. Amma indi biraz başqa cürdür də. Bəli. Bayaq da qeyd etdiyiniz kimi bizim indi hal-hazırda musiqi sənət sahəmizdə, musiqi sənətində cavan kadrlar çoxdur, gənclərimiz çoxdur. Lakin üzə çıxanlar çox azdır. Ümumiyyətlə, buradan gənclərimizə nə məsləhət verə bilərsiniz? Gənc musiqiçilərimizə nə məsləhət verə bilərsiniz? Necə onları doğru yönə yönləndirə bilərsiniz? Vallahi, əsas odur ki, insan öz-özündən qopmasın. Nəyinsə xətrini işi görməsin, kiminsə xətrini eləməsin. Özü üçün eləsin. Belə bir söz var, deyir, öz, Muhiddin Ərəbinin bir əsəri var, özün özü. Mən özüm, amma özün içində bir öz də var ki, bəli,
Allah deyir ki, şart damarınızdan yaxınam, elə odur. Oradan qopmasın. Oradan qopduqda nə sənət olur, nə həyat olur, heç bir şey olmur. Hər şey yalancı olur. Necə düşünürsünüz, bəs sosial mövzular musiqidə nə dərəcədə yer almalıdır? Sosial musiqilər. Mövzular, daha çox sosial mövzular musiqidə nə dərəcədə yer ala bilər? Məişət mövzuları, məişətdə gedən məsələlər, söhbətlər və s. Biraz anlamadım. Yəni, bayaq dediyimiz kimi, indi daha çox bayağılığa üstünlük verirlər. Gündəlik sözlərdən, heç ifadəsi belə, mənası belə anlaşılmayan cümlələrdən, ifadələrdən istifadə olunur. Yəni, nə dərəcədə bu düzgündür? İnsanları maarifləndirəcək verilişlərin sayı çox olmalıdır. Bu olmasa, o da olmayacaq. Yəni, maarifləndirici bir veriliş olmalıdır. Yəni, elə olmalıdır ki, elə bir formatda olmalıdır ki, bu gənclər onunla maraqlanmaq istəsinlər. Yəni, Nəsimi nə deyib, bunu açıqlasınlar, Xətai nə deyib, Füzuli nə deyib, söhbət nədən gedib. Bəli. Yəni, bu kökümüzü bilmədən necə ola bilir ki? Ümumiyyətlə, bəs Savalan qrupunun yaxın gələcəkdə planları nələrdən ibarətdir? Biz keçən il 2025-də aprel ayında ilk dəfə, yəni deyirəm, 7 il fasilədən sonra bir test konsert elədik. Balaca bir məkanda. Görək necə olur, necə alınır. Sonra Nəsimi festivalında iştirak elədik. Sonra bir art festival oldu, orada iştirak elədik. İndi də bu konsertə hazırlaşırıq. Ondan da sonra düşünürəm ki, artıq yavaş-yavaş Azərbaycandan çıxıb Azərbaycanı təmsil eləmək lazımdır. Bəli. Düşündüyünüz odur. Yəni, belə çıxır ki, qarşıda gələcək planlarda dəfələrlə, yəni ənənəvi halda konsertlər verməyi düşünürsünüz. İndiki Savalan qrupu neçə nəfərdən ibarətdir? Qrupun daxilində kimlər var? Sizlərdən bu barədə biraz məlumat verəsiniz. Hər hansı bir çıxışla ya konsertlə əlaqədar olaraq dəvətli musiqiçilər olur, amma əsasən hal-hazırda bizdə kanon alətidir, balabandır, kamançadır, davuldur, alətlər bunlardır. Və vokal məsuliyyəti həm özümdədir, həm bir gözəl bir qızımız var, Azər Çələbi, Təbrizdəndir. Odur. Bir də Nasir, o da Cənub Azərbaycandandır. Burada tələbədirlər. Yəni, əsas olaraq, heyət olaraq bu adamlarla işləyir. Marağımı nə cəlb etdi? Savalanın qrupunda olanların bəziləri Cənubi Azərbaycan nümayəndələridir. Sizcə, ümumiyyətlə, bizim gəncliyimizdə, bizim cəmiyyətimizdə Savalanın ruhuna aid, Savalanın ruhuna məxsus gənclər var yetərincə? Bugünkü Bəli, bugünkü günümüzdə var. Var. Məsələn, bir mahnımız var, Arazın qayıqları. Mən indiyə qədər fikirləşirəm və sevinirəm ki, nə yaxşı ki, bu mahnıya gənclər qulaq asırlar. Sən 25-20 yaşında, 30 yaşında, yəni belə deyəydim, bilmirəm, bəlkə 30 yaş çox deyirəm, amma gənclər o mahnıya qulaq asırlar. Məsələn, o mahnının baxışına baxıram ki, daha çoxdur nəinki başqa şeylər. Yəni, qulaq asırlar. Yetər ki, bir şeyə fikir versinlər ki, onun ardı geçsin. Bəli. İffət bəy, necə düşünürsünüz? Savalan qrupu bundan 5 il sonra hansı yerlərdə ola bilər? Valla 5 il sonra mən harada olacağım, onu bilmirəm. Mən harada olsam, Savalan orada olacaq. Çox gözəl. Bir yerdən başqa, məzardan başqa. Yəni, məsuliyyətim odur ki, bizdən sonra Savalan öz işini davam eləsin. Savalan nə üçündür? Savalan insan ruhunu gümrah saxlamaq üçündür, belə deyək, şərti olaraq. İnsanlığı ayaqda saxlamaq üçündür.
Bayaq da qeyd etdik ki, mayın 14-ü saat 20:00-da Beynəlxalq Muğam Mərkəzində Savalan qrupunun konsert proqramı olacaq. Dost adlı konsert proqramı. Bu Novruzlunun xatirəsinə ithafən olaraq keçirirsiniz. Bu konsert proqramı neçə dəqiqə olacaq? Nə kimi musiqiləriniz olacaq? İstərdim biraz bundan danışaq. Təxminən saat yarım. Belə saat yarıma yaxın. Bəli. Belə bir müddət fikirləşmişik. Bəlkə biraz az olar, biraz çox olar. Gedişatdan asılı. Bəli. Yəqin ki, konsertdə də, konsert proqramında da 3 nəfərdən ibarət olacaq Savalan qrupu, yoxsa digər? Yox, saydığım alətlər hamısı Bəli, olacaq. hamısı. Hətta dəvətli musiqiçilər də olacaq. Sonra Yuğ Teatrla aktyor, əməkdar artist Qasım Nağı qiraətçi olacaq orada. Çox gözəl. Səyyarı xanımdan xahiş eləmişik, aparıcılıq o üzərinə götürdü, sağ olsun, razılaşdı. Yəni belə. Bəs Savalanla bağlı gələcək planlarınızı bildirdiniz ki, Savalan yəni gələcəkdə digər xarici ölkələrdə Azərbaycanı təmsil etməkdir. Ümumiyyətlə, bəs hazırda qrupun daxilində hər hansı bir problem varmı? Bunun həll istiqamətində nə kimi işlər görülür? İşlər görülür. Hələ ki problem yoxdur, heç olmasın inşallah. İnşallah ki olmasın. Sizin özünüz barədə istərdim danışaq. Siz ümumiyyətlə İffət bəy, musiqiçi olmasanız özünüzü hansı sahəyə yaxın görürsünüz? Musiqiyə. Yalnız və yalnız musiqiyə. Bəs indiyənə kimi səhnədə ən maraqlı hadisə nə gəlib başınıza? Hələ də unutmursunuz o xatirəni. Günlərin bir günündə soruşdunuz, ani yadıma düşdü. Bəlkə də başqa misal seçmək olardı, amma unudulmaz bir şeydir. Demək, konsertə getmişik. Hamının alətləri şeydədir. 2000, səhv eləmirəmsə, 7-2008-ci illərdə bu baş vermişdi. Bütün alətlər studiyadadır. Mən alətləri götürdüm, yığdım maşına. Nə lazımdırsa, mikrofon filan, hər şeyi qoyduq maşına. Getdik, səhnəyə çıxanda yazmışdı ki, kamançanı götürməmişik. Bəs necə oldu? Necə o məsələ aradan qaldıra bildiniz? Dedim ki, siz biraz İfa eləyin, mən gedib götürüb gətirim. Hələ də bu proses sizin yadınızda qalır. Bəs musiqidən, kamançadan əlavə məşğul olduğunuz hər hansı bir sahə var, yoxsa ancaq həyatınızı musiqiyə sərf etmisiniz? Yox, məşğul olduğum sahə yoxdur. Sevdiyim şey, məsəl üçün, qəzəl oxuyuram, amma yadımda qalmır. Məna qalır, yəni əzbərçilik olaraq yadımda qalmır. Yəni, o cür oxumağı çox sevirəm. İnsan ruhu ilə bağlı, insanla bağlı, yəni, necə deyək, evliyaların yazdığı kitabların filan, onları oxumağı daha çox sevirəm. Sizi indiyənə kimi ən çox dəyişdirən həyat təcrübəniz nə olub? İnsanı dəyişdirən həyat təcrübəsi. Təcrübə elə həyatdır. Dəyişdirir də. Deyirlər, dərvişin mürşidi yoxdursa, onun mürşidi təcrübədir. Siz necə, İffət bəy, sufiliyə, ümumiyyətlə, sufilik sizin üçün nə deməkdir? Sufi tərcümədə, mənada bir mənası da insan deməkdir. Sufizm insan elmini öyrənən bir elmdir, belə deyək. Yəni, baxsaq, bilmirəm, bəlkə də qınayarlar məni belə şeylərə görə. Böyüklərimiz, Peyğəmbərimiz, imamlarımız, yəni bütün nəbilər, baxırsan, onların yaşadığı həyat tərzi, yəni sufilik elə o cür olur. Bu deməkdir. İffət bəy, bəs Savalanla bağlı gələcəkdə hər hansısa bir mahnıları yenidən bəstələmək, yenidən hər hansısa bir yeni bir ifalar etmək planlayırsınızmı Savalanla bağlı?
planlayırıq və həm də hazırlayırıq. Elə mahnılar var, yeni mahnılar var ki, hələ konsertdə onu ifa eləməyəcəyik. Yəqin ki, onları gələcək konsertlərə saxlamısınız ki, gələcək konsertlərdə ifa olunacaq. Yəqin ki, yox, elə mən əminəm ki, Savalanı ayın 14-ü biz də orada olacağıq. İnşallah. Məncə tək qoymaz heç kim. Çünki bir də bildirirəm, bir çox insanlar bəlkə də özlərini musiqidən uzaq tutsalar da, amma mən düşünürəm ki, musiqi insan ruhunun, insan bədəninin, türklər demiş, ilacıdır, dərmanıdır. Musiqi dinləmək özə bu cür musiqiləri, bu cür səviyyəli, bu cür, necə deyim, yaxşı, həqiqətən də sözün əsl mənasında professional musiqiləri dinləmək hər insan işi deyil, ərsəyə gətirmək də hər insan işi deyil. Çünki günümüzdə bu cür musiqiləri ərsəyə gətirən, bu cür ifalardan istifadə edən qruplar, eyni zamanda ifaçılar və musiqiçilər barmaq sayı qədərdir. Düşünürəm ki, mənlə razılaşırsınız. Mən də inanıram ki, bayaq dedim, Savalan deyəndə ilk öncə Novruz yada düşür. Bir il öncə aprel ayında biz ilk test konsertimizi verəndə də elə olmuşdu. Mən heç kimə deməmişdim. Sadəcə etiketdə reklam getmişdi. Bəli. Və orada mən içim doldu. Həm sevindim, həm qəhərləndim sevincdən ki, yəni unutmayıblar. Və bu dəfə də inanıram ki, Novruz sevənlər konsertdə olacaqlar inşallah. Təşəkkür edirəm İffət bəy, minnətdaram bu cür maraqlı müsahibə üçün, bu cür maraqlı fikirlər üçün, efirimizə gəldiyiniz üçün, təşrif buyurduğunuz üçün sizlərə dərin təşəkkürlərimizi bildirirəm. Sizin kimi insanlar, sizin kimi ustadlar günümüzdə çox azdır. Sizin kimi musiqinin, necə deyim, şah damarını tutan insanlar da çox azdır. Allah sizə uzun ömür, can sağlığı versin. Ayın 14-də olan konsertdə, gələcək konsertlərdə də canı sağlam şəkildə, ayaq üstə, çox gözəl şəkildə, necə deyim, təşkil edə biləsiniz, əksik olmayasınız. Bir daha bildirirəm ki, əziz tamaşaçılar, Savalan qrupunun mayın 14-ü Beynəlxalq Muğam Mərkəzində saat 20:00-da konsert proqramı təşkil olunacaq. Konsert proqramı Azərbaycanın musiqiçisi Novruzluya ithafən olaraq həyata keçiriləcək Dost adlı bir konsert proqramıdır. Sizləri də orada gözləyirik. Düşünürəm ki, sizlər də öz ruhunuzu qidalandırmaq üçün məhz mayın 14-ü Beynəlxalq Muğam Mərkəzinə məhz Savalan qrupunun ifalarını dinləmək üçün üst tutacaqsınız. İffət bəyə də gələcək, necə deyim, planlarında da uğurlar arzulayırıq. Sağ olun, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sizlərə təşəkkür edirəm əziz tamaşaçılar, bizi izlədiyiniz üçün. Daimi olaraq səsdə qalın. 24 saat efir proqramına qədəm qoymuşuq. Ümid edirik ki, sizlərin könlünü xoş edən proqramlarla sizlərin daha çox qarşınızda olacaq. Bugün sizlə mən Banuçay Hüseyni idi. Studiyamızın qonağı Savalan musiqi qrupunun bədii rəhbəri Ustad İffət Əsgəri idi. Sağ olun, salamat qalın.